Qurban bayramını bağda keçirmişdik. Üstündən xeyli vaxt keçsə də indi paylaşa bilirəm. Yayda həyət evinin yerini heç nə vermir. Bağımızın meyvə ağacları, qaynanamın əkdiyi tərəvəzlər, göyərtilər, həyətin məhsullarını yığıb hazırlayıb yeyəndə daha çox ləzzətli olur. Uşaqlar da həyət evini çox sevirlər. Şəhərə qayıtmaq istəmirlər. Hər zaman qurbanlarımızı qaynatam özü kəsir. Qaynatam quzunu kəsdi, paylara ayırdı. Mən həyətdən yığdığım tərəvəzlərlə salat hazırladım. Yoldaşımla bir yerdə quzunun içalatını həyətdən yığdığımız təzə kartoşka ilə sacda qovurma hazırladıq. Çox çox ləzzətli alındı. Həyət evinin olmazsa olmazı samovar çayıdır. Həyət evində yaşamaq həqiqətən çox əziyyətli olsa da, orada vaxt keçirtməyin yerini heç nə vermir. Gəlmişkən xalçalarımı da gətirmişdim. Qaynanamla bir yerdə xalçaları yuduq, quruduq, təmiz-təmiz evə gətirdim. Bəs siz həyət evində yaşamağı çox sevirsiniz, yoxsa bina evində? Şərhlərdə qeyd edərsiniz. Videomu bəyənib yazıb dostlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.